Anar Əlizadə haqqında Azərbaycan mediasında çox az məlumat var, ancaq maraqlıdır ki, Azərbaycan neftinin beynəlxalq aləmdə satışını həyata keçirən neft maqnatı kimi hamı onu tanıyır. Bugün haqqında danışacağımız bu şəxs çoxsaylı şirkətlərin sahibi, Sabiq Neft şirkətin prezidenti Rövnəq Abdullayevin görünməz əli və gizli kassası rolunu oynayan Anar Əlizadədir. Bir zamanlar neft şirkətində çalışan bir gəncin birdən-birə neft maqnatına çevrilməsi necə baş verib? Olduqca maraqlı məqamlar var. 2010-cu ildə Azərbaycan neft ölkəsi kimi Avropanın bir neçə ölkəsinə neft və qaz satmağa başladı. Bu işdə o dövrdə neft şirkətinin prezidenti olan Rövnəq Abdullayevə sadiq kadr lazım idi. Bu kadrı çox axtarmaq lazım olmadı. Sabiq Neft şirkətinin prezidenti yetişdirdiyi kadrı Anar Əlizadəyə yeni missiya tapşırdı. Bu missiya neftin müxtəlif yollarla Avropaya çatdırılması idi. Bu işi qısa zamanda Anar Əlizadə uğurla icra edə bildi. Bəs Abdullayevin görünməz adamı rolunu oynayan Anar Əlizadə kim idi? Anar Əlizadə neft şirkətinin prezidenti Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev isə uzun müddət neft emalı zavodunda qaz sektorunun müdiri olub. Anarın qardaşı Bədəl isə neft şirkətinin informasiya texnologiyaları departamentində satın almalar üzrə baş menecer vəzifəsində çalışıb. Anar Əlizadə yaxın qohumu Rövnəq Abdullayevdən aldığı təlimat əsasında Azərbaycan neftinin İtaliya bazarına çıxarılmasına nail olur. Bu marşrutu isə sözsüz ki, gənc kadr olan Anar Əlizadə cızırdı. Neft birbaşa olaraq İtaliya deyil, Rumıniyadan ötürülürdü. Bir sözlə bu neft qeyri-legal yollarla İtaliya bazarına çıxarılırdı. Bir neçə il ərzində məhz bu yolla külli miqdarda vəsait əldə edən Anar Əlizadə daha sonra Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə və Səudiyyə Ərəbistanında öz şirkətlərini quraraq tranzit marşrutlar yaratmağı bacardı. Məhz bu yolla külli miqdarda Azərbaycan büdcəsinə zərbə vuruldu. Bundan sonraki paylaşımımızda Anar Əlizadənin şirkətlərinin siyahısı, adları və mülkləri haqqında məlumat verəcəyik.